rastlarlarından başa çıxanlar bilir. Burada daha aydın görürük. Burada texnikanın sürəti belə düzgün tənzimlənmədiyi halda düzgün qurduğun doza pozula bilər. Vegetativ və generativ inkişafın dayanması baş verə bilər. Yəni siz hansı ki vegetativ inkişafı dayandırmaq istəyirsiniz, yəni az bir səhvlə hər ikisini dayandıra bilər. Xüsusilə gənc ağaclara tətbiqi, yəni 7-8 yaşlara qədər bağlara tətbiqi kök və tac inkişafının zəiflənməsi və kumulyativ zəhərlənmə və zəiflənmiş bir bağ ortaya qoya bilər. Meyvə əmələ gəlmə dövründə tətbiq edilərsə gibralinsiz meyvələr, yəni meyvə keyfiyyətinin və ölçüsünün azalmasına səbəb olacaq. Yəni biz gibralini nədən ötürü tətbiq edirik ağaca? Özünüz fikirləşin. Yəni yarpaqdan kəsib enerjiyə, çiçək və meyvəyə ötürmək düşüncəsi heç bir halda məntiqli yanaşma sayıla bilməz. Enerji istehsal edən orqanları azaltmaqla yarpaqları hansı enerjiden söhbət gedə bilər ki, bir də onu sənə generativ inkişafa yönləndirəsin. Hə, istifadə edə bilərsiniz hansı məqsədlə, hansı bağlarda, gilasdan qətiyyən söhbət gedə bilməz. Şaftalı bağında istifadə oluna bilər. Şiddətli vegetativ böyümə müşahidə edilərsə, ağacların kompakt saxlanması və işıqlandırılmanın yaxşılaşdırılması hədəflənərsə, budama yükünü azaltmaq istəyirsinizsə, böyük bağdırsa, aşağı dozada, yəni 5 ppm-lik bir dozada çox sürətli bir şəkildə tətbiq edə bilərsiniz. Amma bilməlisiniz ki, 5 ppm belə növbəti il həmin bağa, sizin bağınızda yazda ki, gibralin tətbiq edirsiniz, onu 2 dəfə tətbiq eləməyə vadar edəcək sizi. Çünki gibralin biosintezi olmayacaq ağacda. Siz bir dəfə, bir tətbiqdən heç bir halda ürəkaçan nəticə əldə etməyəcəksiniz. Ona görə məcbursuz 2 dəfə gibralin atarsınız. Əslində, bütün bunlara düzgün gübrə rasionunun qurulmamasından yaranan anormal vəziyyət səbəb olur. Yəni bu günləri gilasa niyə paklobutrazol tətbiq eləməyə vadar oluruq? Ona görə ki, düzgün gübrələmə apara bilmirik, anormal inkişaf müşahidə edirik, meyvə qalır, ağac inkişaf edir və s. və ilə axır azotun formalarından düzgün istifadə edə bilmirik və s. və ilə axır miqdarından düzgün qura bilmirik. Və bu şəkildə anormallıqlar bizi vadar edir ki, elə paklobutrazol, nə bilim, kim nə desə biz də ona gedək, belə deyim. Gibralinin sintezinin dayanması və yaxud da inhibə edilməsi, məsələn, paklobutrazolla, yəni inhibitor istehsalı, bitki fiziologiyasında çox ciddi dəyişikliklərə səbəb olur. Gibralinlər bitkilərdə böyümə və inkişaf üçün əsas hormonlardan sayılır. Onların olmaması və ya azlığı müəyyən mənfi təsirlərlə nəticələnir. Məsələn, götürək gibralin sintezinin dayanmasının bitkidə təsirlərini ayrı-ayrı detallayaq. Hüceyrə uzanmasının dayanması. Gibralinlər hüceyrə divarını elastikləşdirərək hüceyrələrin uzanmasını təmin edir. Olmadıqda isə əksi baş verir. Yəni gibralin olmadıqsa bunun əksi baş verir. Sintez dayananda bitki boyu qısalır. Internodlar, yəni boğumlar arası məsafələr qısalır. Kompakt, cır ağac formaları yaranır. Yəni belə ağacda cırlıq, elə cırlıq yox da, yəni o ağaca yaxın yetməzsənə deyərsən çöl bitkisidir, yabanı bitkidir. O formalar formalaşır. Vegetativ inkişafın zəifləməsi, cavan budaqların, zoğların və budaqların inkişafı ləngiyir, sürətli böyümə dayanır və o tip ağaclar olur. Deyir ki, ağac yuxuya gedib, stressdədir, dəniz yosunu veririk, nə bilim, nə hoqqalar çıxardırıq, o ağacı özündən gətirə bilmirik. O tip ağacların formasına, yəni belə deyim ki, yuxuya gedir ağac. Çiçəklənmə və generativ inkişafda dəyişikliklər yaradır. Çünki gibralinlər bəzi bitkilərdə çiçək induksiyası üçün zəruridir. Əks halda onu əngəlləyə bilir. Məsələn, gibralin sintezi dayanırsa, bəzi növlərdə çiçəklənmə azalır. Amma təbii ki, bəzi bitkilərdə çiçəklənmə artır. Məsələn, alma və armud kimi nümunələrdə vegetativ böyümə həmişə azalanda çiçəklənməyə təşviq olunur. Çünki onlar o problemində o periodikliyə meyilli ağaclarda bu baş verir adətən. Meyvə ölçüsü baxımından yanaşsaq, gibralinlər hüceyrə uzanmasını təmin etdiyindən meyvələrin böyüməsi zəifləyir. Meyvə tutumu artsa da, meyvənin kalibri və bazar görünüşü zəifləyir. Köklərin uzanmasına təsirinə gəldikdə də, gibralinin sintezinin dayandırılması kök uzanmasını da yavaşladır. Çünki stokin-aksin balansı pozulur. Lakin bəzi hallarda, alma armudda xüsusilə də yan kök sayının artmasına səbəb olur ki, bu da normadan artıq olduqda müəyyən problemlər yaradır. Onu da başqa bir paylaşımda izah edəcəm. Çünki indi gilasdan danışıram. Orada mövsümü kökçüklərinin çürüməsidir, yenilənməsidir, bərpa olmasıdır və s. mövzusunda ayrıca bir paylaşım eləyəcəm. Gələk aksinlərin mövzusuna. Bayaq dediyim kimi, paklobutrazol aksinin balansında da anormal dəyişikliklərə səbəb olur. Aksinlər hüceyrə divarını yumşaldaraq hüceyrənin su qəbul etməsini və uzanmasını təmin edir. Bu